Əvvəlcə Türkmənistan prezidentinin səfərindən danışaq, çünki bu səfər bir qədər geopolitik müstəvidən baxdıqda kifayət qədər vacib məqamları ortaya çıxarmaqdadır. Çünki elə səfərin gedişi zamanında qeyd etdiyi, yəni Türkmənistan neytral deyək ki, dövlət statusunun Azərbaycan dəstəyinin ifadə olunması və digər məsələlər və bu gün artıq Türkmənistan sanki bu proseslərdə daha aktiv rol almağa başlayır. Bilmirəm, gəldiyim qənaət nə qədər doğrudur, siz necə düşünürsünüz? Ya, haqlısınız və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha nümayiş etdirdi ki, rəsmi Bakı-Aşqabad münasibətləri dinamik inkişaf tempinə malikdir. Və əslində belə də olmalıdır, çünki düz 9 il bundan öncə 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Yəni biz Azərbaycan və Türkmənistan strateji tərəfdaşlarıq. Strateji tərəfdaşlıq isə münasibətlərin ən yüksək səviyyələrindən biridir. Ondan sonra gəlir strateji müttəfiqlik, hərbi müttəfiqlik. Bəli. Və bizim fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşür. Xüsusilə də Türkmənistan ərazi bütövlüyü və suverenliyimiz məsələlərində Azərbaycan haqq işini hər zaman müdafiə edib və bunu təkcə iki tərəfli formatda deyil, beynəlxalq təşkilatlar çərçivəsində də eyni yanaşmanı ortaya qoyub. Və indi bizim üçün növbəti strateji vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpası məsələləridir və bu istiqamətdə də bizim üçün dost qardaş ölkə olan Türkmənistan öndə olan dövlətlərdən biridir. Bilirsiniz ki, keçən il 2025-ci ilin iyul ayında Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri olmuşdu. O belə bir təşəbbüslə çıxış etdi ki, Füzuli şəhərində bir məscid tikintisinə töhfə vermək istəyirlər. Və elə həmin ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci sammit çərçivəsində yəni bu addım artıq atıldı, elə Berdiməhəmmədovun özünün də iştirakı ilə və bu qardaşlığımızın, dostluğumuzun bir tərənnümü, bir nümunəsidir. Amma Azərbaycan dövlət başçısı da həmin qardaşlığı sübut edən növbəti addım atdı. Bilirsiniz ki, Azərbaycanda gəmi qayırma zavodu fəaliyyət göstərir və artıq 14 gəmi istehsal olunub və bir gəmiyə hansı ki, neft daşıyan tankerdir, adı da Dostluqdur. Həmin o Dostluq neft daşıyan tanker Türkmənistana hədiyyə edildi. Və bu da bir daha göstərdi ki, bizim münasibətlərimiz ən ali səviyyədədir. Həm də Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Şuşaya səfəri çərçivəsində ona bir Qarabağ atı da hədiyyə edildi. Bilirsiniz də, biz eyni köklüyük və bizim qədimdən dədə-babalarımız ata həm də namus, qeyrət simvolu kimi baxıblar. Hətta mənim yadımdadır, Dəliköy filmində səhv eləmiş elə bir səhnə var. Atın quyruğunu kəsmək, bu artıq, necə deyərlər, bir vicdan məsələsi kimi, qeyrət, namus məsələsi kimi baxılırmış. Yəni, o dərəcədə bizim keçmişdən gələn o yaddaşlarda, o qan yaddaşı ilə bu məsələ ötürülüb və atın bağışlanması bu münasibətlərin ən yüksək səviyyəsinə göstəricisi kimi də qiymətləndirilə bilər.